Baxmayaraq bu meyvelerin bolluğundan, bu yağışların çok olmasına da göre itkilerimiz de var. Biz ne kadar bunlara agrotexniki tədbirlər həyata keçirsə də bu havanın belə isti, soğuk keçməsiyle, yağışlı keçməsiyle əlaqədar bizlərə də ziyan dəyir. Ucuzdur, belə getmir qiymətə, bu ucuzdur, vallahi ucuzdur. Lənkəran sitrus bağı olmaqla yanaşı, çəyirdəkli meyvə bağları ilə də bərəkət saçır. Son illərdə salınan müasir intensiv bağlar bu il öz bəhrəsini bol məhsulla verir. Hazırda təsərrüfatlarda qızğın iş gedir. Gilas yığımı başa çatıb, şirəli nektarin yığımı sürətlə davam edir. Çox keçmədən Gavalı bağlarında da məhsul tədarükünə start veriləcək. Lənkəranın əlverişli iqlimi bu dəfə müasir intensiv bağları canlandırıb. Artıq Xarxatan, Şağlaser, Ürgə, Zövlə, Separədi, Osaküçə, Girdəni ərazisində yüksək məhsuldarlıq qeydə alınır. Hazırda sahələrdə şirəli nektarin yığımının ən qızğın çağıdır. Günəş altında bərq vuran bu əla növ meyvə həm keyfiyyəti, həm də bolluğu ilə seçilir. Düzgün suvarma sayəsində hər ağacdan orta hesabla 120 kiloqramdan 130 kiloqrama qədər məhsul götürülür. Gilas mövsümünü uğurla başlayan fermerlər indi həm əl əməyi, həm də texnikanın gücü ilə meyvə yığımını itkisiz həyata keçirirlər. İyulun sonlarında isə gec yetişən şaftalı bağlarında yığımı başlanılacaq. Bu mövsüm 3 hektarlıq ərazidən 10 tondan yuxarı yerli məhsulun bazarlara çıxarılması hədəflənir. Çünki meyvə tingləri İtaliya və Türkiyədən gətirilərək iqlimə uyğunlaşdırılır. Onlardan yeni yerli sortlar əldə edilir. Bu da bol məhsuldan xəbər verir. Bundan sonraki mərhələdə Gavalı meyvəsi çeşidlərinin yığımı olacaq. Hazırda agrotexnik qulluq çərçivəsində Gavalı ağaclarında seyrətmə prosesi gedir. Nektarin ağaclarında isə dərim yekunlaşmaq üzrədir. Gilas yığımı iyunda bitib. Lənkəranın Girdəni kəndində yerləşən iri təsərrüfatda isə 70 hektar sahədə 8 çeşiddə meyvə yetişdirilir. Hazırda bağlarda agrotexniki qulluq işləri ilə yanaşı 10 gündür kütləvi nektarin yığımı aparılır. Mövsüm ərzində burada onlarla yerli sakin işdə təmin olunur. Toplanan məhsullar bağın özündə çeşidlənərək ölkənin müxtəlif bölgələrinə göndərilir. Hüseyin Ramiz Ramazanoğlu, sahanın aparıcı aqranımı. Nektarin bağımıza yok. Nektarin dərişi devam edir. Biz nektarin dərişinə keçən ayın may ayının sonlarında start vermişik. Hal-hazırda dərişimiz devam edir. Meyvələrimiz bu cür boldur. Meyvələrimiz var. Bu baxmayaraq bu meyvələrin bolluğundan, bu yağışların çok olmasına da göre itkilerimiz de var. Biz ne kadar bunlara agrotexniki tədbirlər həyata keçirsə də bu havanın belə isti, soğuk keçməsiyle, yağışlı keçməsiyle əlaqədar bizlərə də ziyan dəyir. Təklif edirdim bugünkü gündə dövlət dəstəyi ilə bizim sahalarımızda, 70 hektar sahamızda bir 5000 kvadrat metrə yaxın soyuducu ambarlarımızı tikək. O soyuducu ambarlardan bir səmərəli istifadə edək. Meyvələrimizi yığıb o ambarlarda saxlayıb mövcud bazarlara çıxmışı təmin edək üzüm üçün. Özünüz bilirsiniz ki, indi bir xarici bazarlara çıxmaq üçün bu sahəyə mütləq və mütləq soyuducu ambarı lazımdır. Eyni zamanda bu meyvələrin vaxtı keçəndə yumuşalma baş verir. Bu yumuşaq meyvələrində də biz istəyirik ki, səmərəli istifadə edək. Bizə onun üçün də belə deyək, minus sexlər lazımdır ki, biz bunları kompot mi, cemi mi, hər hansı bir istisalatla da məşğul olaq. Çingiz Rızayev. Şöyle meyvelerimiz boldur, güzel ama güzel nektarindir bunlar. Çok güzel tadı var. Yani, bu öyle bir ekili 2010 yılda ekili bunlar. Yani şöyle bir meyvemiz boldur. Evet, mayın sonunda başlamışız. İnşallah bu ayın evvel sonlarında kurtarır bunu. Şöyle meyvemiz var, 70-80 verir yani şükür Allah'a. Biraz düzdür, ziyandayım yağıştan, mağıştan. İndi belə də 35-40 dənə fəala işçilik, şükür Allah'a. 5 manat evinə çölə pulu aparırlar. Bunlar aparır, bazarlara, nektarin aparır, bazarlara satılır da. Neçə satılır bazara, xarici bazar, yerli bazar? Vallahi ucuzdur, belə getmir qiymətə, bu ucuzdur, vallahi ucuzdur.
O xarici dövlətə getməməyin hesabına burada ucuzdur. Yəni çətindir müəllimimiz üçün də. Yəni o qədər ailə çörək verməyə rahatdır. Şükür Allah onu eləyir. Bir oradan buradan ucuz da olsa verir şükür Allah. Yığımla yanaşı, bağlarda ilboyu aqrotexniki qulluq işləri, suvarma, budama, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri də davam etdirilir. Keçən il nektarin bağlarından 21,8 hektardan 231 ton məhsul əldə edilib. Əsas sortlar isə qarsima, bikfiredir ki, iqlimə tam uyğunlaşıb. Bol məhsul verdiyindən bu il hədəf 300 tondur. Yaxın günlərdə təsərrüfatlarda gavalı, ardınca armud və heyva yığımına başlanılacaq. Məhsul bolluğu, müasir intensiv bağçılığın inkişafı və zəngin meyvəçilik ənənələri Lənkəranın ölkənin əsas meyvəçilik rayonlarından biri olduğunu bir daha göstərir. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkicilik sektorunun baş məsləhətçisi Ceyhun Bağırov, Lənkəran rayonu üzrə ümumilikdə 2719,7 hektar meyvə bağları mövcuddur ki, bunun da 547,6 hektarı son illərdə intensiv üsulla salınmış meyvə bağlarıdır. Və bu bağlara sitrus, subtropik və digər meyvə bağları daxildir. Onlardan 64,1 hektar gilas, 47,2 hektar gavalı, 21,8 hektar da nektarin bağları əhatə edir. Gilas bağlarından 349,2 ton məhsul yığılıb, orta məhsuldarlıq 104,2 sentner olub. Şaftalı bağlarında hal-hazırda 100 tona yaxın məhsul yığılıb, orta məhsuldarlıq 71,7 sentner təşkil edilir və bu yığım da hal-hazırda davam etdirilir. Gavalı bağlarında isə massiv yığımı avqust ayında başlanacaqdır. Gilas, gavalı və nektarin bağları əsasən massiv əkinləri Xarxatan, Şağlasel, Ürgə, Səpnəkəran, Xolümili və Yuxarı Nüvədi kəndlərində həyata keçirilmişdir.